indi də bir məlumat gəlib ki, Dələduzun biri Türkmənistan prezidentinə medal verib, indi onu həbs ediblər. Bundan da əvvəl Dələduzun başqası neftə nəsə maddə qatıb onu həbs ediblər. Yəni, bu, mən başa düşmürəm, bu ölkədə, hüququ ciddi ölkədə necə olur ki, Dələduzların biri neftə maye qatır, neftin keyfiyyətini aşağı salır. Digər Dələduz gəlib Türkmənistan prezidentinə qədər çatar bir belə deyək, medal asırlar. Mən başa düşmürəm. Biz necə olur ki, bir qəyyətə adından bir Dələduz gedir Türkmənistan prezidenti görüşdə ona medal verir, sonra da onu həbs edir. Yəni, şimdi Türkmənistan prezidenti bunu eşitsə nə olacaq? Deməli, o medal da saxtadır. Onu da belə çıxır. Yəni, bu hara gedirik biz? Dövlət normal vətəndaşlarına birinci baxsın ki, bu Dələduzlar da insanlarla istifadə etməsinlər, onların saflığından. Yəni, bu yaxınlarda bir qohum danışıb, bunların məhəllələrində bir qonşusu var imiş. Bütün məhəllə ilə bilir ki, bu MTN işçisidir. Və yox, ona işə düzəldir, bunu işə düzəldir. Sən demə, pulları çıxmışlar aradan, məlum olmuş Dələduz. Bütün gün atasına gəlirlər ki, oğlun pulumuzu qaytarsın. Atası da belə deyək, azdan çoxdan tanımış adam da adını çəkmirəm. Yəni, məsəl üçün. Bu, hara gedirik biz? Bu Dələduzluğun qarşısı artıq dövlət səviyyəsinə çıxıb.